Hazırlıqsa başlayırıq. Üzrsən biraz yemək yeyəcəm. Mikrorayon 11-ci bölüm. Biraz azam uşaqlar. Üzrsən. Nə qədər olar? Başladı. Qanı silirdi o. Oğlu her şeyi gördü. Mən sevmirəm bu diziyi. Azər Natiyə, Azər axşam. Mən kaçancı. Xeyrə qarşı. Ya otur maşına. Ya özüm gedəcəm. Biz bu yolu özümüz seçmişik kral. Burada Seçmeye geriye oldu. qayıtmaq söhbəti yox. Zəiflik sayılır. Amma sən hələ yolun başındasan. Ona görə də əgər içində biraz tərəddüd varsa, cüzi də olsun. Çıx get. Heç kim sənə buna görə heç nə deyə bilməz. Bunu sənə mən deyirəm. Amma yox qalırsansa, bir şey başa düşür. Sən önce birinci addım atmısan. Geçmiş adını bir qırağa qoymaq lazımdır. Ancaq gələcəyinlə yaşa. Əlimdəydi, Ancaq pakışlayın. qabağa bax. Nə sola el, nə də sağa. Geriyə tim boyun. Əgər deyəcəksən ki, məni məcbur elədilər, mən belə adam deyildim, onda heç qalma. Burada ya varsan, ya da yoxsan. Heç kəs sənin niyyətinə baxmır. Sənin attığın addıma baxır. O içindəki vicdan, saflıq sənə mane olur. Ondan gərək azad olasan. Deyirsən vicdansız olur. Düz ol. Düz olmaq elə vicdanlı olmaq deməkdir. Başa düşürsən? Mən sənə bunu öz həyatımdan deyirəm, təcrübəmdən deyirəm. 10 yaşımdan küçələrdəyim. Az çox taleyimiz oxşardı. Mənim, sən qardaşsan da, sənə deyə bilərəm. Mənim atamı anamı öldürdüyünə görə tutublar. Bilirdin? Hələ də içərdə. Bir dəfə də yanından getməmişəm. Heç getməyəcəm. Ona heç vaxt bağışlamayacam. Özümə görə yox, bacıma görə. Onu o yaşda yetim qoymağa onun haqqı yox idi. Heyif ki, atamızla anamız özümüz seçmirik də. Amma ətrafımızı, yolumuzu, yaşayışımızı özümüz seçirik. Zəif də olmaq, güclü olmaq sənin öz əlindədir. Bugün də həyatın bu tərəfini gördüm də. Bəzən qəddar olmaq lazımdır. Çünki qəddar olmaq həyatın şərtidir. Yadımda saxla. Ben gattar değilim. Çevrem kötü. Divardaki şəkilləri bildim Kazım diye.
Qaqaş güləşə buraxdı. Buraxdı, sonra təzədən başladı da. Buraxmışdı. İndi təzədən başlamağa başlayır. Dostu ilə, ən yaxın dostu ilə dalaşdılar. Sonra getdi. Orada şey var, döymək üçün. Onu başladı təpi ilə falan döyməyə. Güləşdə yoxdur axı. Aləm qatdı biraz bir-birinə, müəllim biraz sakitləşdirdi falan. Ondan sonra da söz verdi müəlliminə, hə, yaxşı, okey, zad oyan bu yan. Çıxışda bacısının yayılan bir dənə ifşa fason videosu var. İfşa deyil də, prosta da ifşa kimi tanımlanır. Yayıldığı üçün. Sağ ol. Başla. Biraz əsəbləşdi falan. Görək də nə olur. Faizi bu axırıncı 10-cu bölümə baxmışdım. Nələr olub qardaş? 10-cu bölüm dəli axırıncıdır. Mənim dediyim. Dediklərimin hamısı 10-cu bölümdə idi bu arada. Bir şey diyeyim. Ha. Polis qohumu var Zaur de deyirsən. Yoxsa Zakir dayı. Məncə demişdi ona ki bu arada. Kömək elə mənə bitirim onları. İndi bu vaxta kimi onlar onu yuxarıda tuturdular da, düzdür, adidir. İndi öz uşaqlıq, yəni uşaq dostu deməyim də, lap sinif yoldaşı olsun. Həmin o sinif yoldaşının atasının qarşısında bunu göstərdilər. Bu doydu sinif yoldaşının atasını və sinif yoldaşının bunu gördüyünü də göstərdilər. O da gördü falan. İndi məsələ odur ki, məncə gedəcək Zakir dayı, həmin o mayora. Nəsə bir şeylər deyəcək, qoyacaq bunları bagaja. Bu bölüm görəcəyik. Qoyur yoxsa yox. Düzdür 12-də də qoya bilər. İndi amma 11-də görək də. Belə düşünürəm. Məncə uşaq nəsə eləyər. Nə bilim. Köçürlər. Oğlunun özünə astığı kəndi Bremen deyəsən. Niye gelmişsin? Demiştim bak hiçbirimiz gelmiyor. Hələ də öz qanunlarla yaşayırsan. Biz də bu arada danışmışdıq. Bu qaqaş bizdə kimdir? Xəbərin var sənin. Var yox söyüşü söhbəti var deyə. Nə düşünərsən sən? Var yox söyüşündən sonra bu qaqaş
Çağırdı, azik bıçaqladı. Sonra dedilər ki, sən girginlə yatginlə, biz sənin üçün adamı bıçaqladıq ha. O qaçdı. 21-ci əsrdə hələ də mənlə görüşəndə cəmaət nə deyər deyə düşünürsən. Samirənlə boş-boş danışırsan. Bir görüm nə olub. Qızımı da götürüb gedirəm. Boşanmağa sənəd vermişəm. Sən başın xarabdır, nə danışırsan? Nə gözləyirdin? Samirəm. Qurban olum, mənə qulaq as. Gözümün içinə bax. Müvəqqəti çətinlikdir. Gəlib keçəcək, vallahi gəlib keçəcək. Səbr elə. İnan, necə indi kimi inanmısan, indən sonra da inan. Niyə bizi seçmədin? Sənin seçim şansın var idi. Yaxşı, biz cəhənnəm. Bəs anan? Samirəm, başın girməyən yerə burnunu soxma. Eşitdin mənim? Qudurma. Qudurma. Kimsə səni doldurub gəlmişsən bura. Ya, Firan. Elə deyil. Deyəm. Bəs bizi qoyduq. Sən deyirsən, kiminsə neysə bilinməz birinə görə gedib içəri dayatmısan. Əslində bu o adamı öldürmək istəyirdi. Ya da döyülməsini istəyirdi. Getdi böyüklərini çağırdı. Başa düşdün? O da onun yerinə soxdu ona, öldürdü onu. Döymədi, öldürdü. Döyüb başa salacaqdı, döymədi, öldürdü. Dedi onu ki, mən döyüb öldürmüşəm. Kimə görə öldürmüşəm? Sənə görə öldürmüşəm. Get kişi kimi yat içəridə. Belə deyib ona. Başa düşdün? Mən yatmayacağam ki, qarşı. Elə bir şey göstərdilər. Get izlə. İlk bölümdə Azik adam bıçaqlayır. Bu qaqaşa görə bıçaqlanır. Sən izləməmisən deməli ilk bölümü. Bu boyda söhbəti mən özümdən çıxartmaram da hər halda. Düzdə yox. Amma ki, o yaşayır. Xətrimə dəymir. Bıçaqlandın biri. Ölüb də bıçaqlanan. O vəziyyəti, o anı da görən Adillə Rüfət idi. Rüfət idi də. Raf idi. Hansı günüvüz? Nə yaşayış? Nəyim çatmır? Oturmuşsan istəyirdi, hər ayda uşaqlar pul göndərir. Yəqin sən o şərəfsiz dostlarına sənə deməyiblər. Nəyi? Mən o pulu götürmədim. Heç götürmərəm də. Haram pulla balamı böyütmərəm mən. Samirə, nə danışırsan? Mənə söz veriblər, Azik mənə kişi kimi söz verib. Kişi kimi. Qəribədir. O vaxt atam müharibədə olanda ona da bu sözü deyirdilər. Kişi kimi hərəkət elədi. İndi eyni sözü Azikə deyirlər. Sən o kişi hesab elədiyin Azik də mənə pul götürüb götürməmişim. Azik kişi döyünə deyə Firan. Deyir də qız ağzında ki, getiriblər, mən götürmürəm. Nəcəb sənə deməyim. Gör kimlərə görə buradasan. Prosta buna deməyiblər. İndi o da ayrı söhbət. Əgər yalandan deyiblərsə ki, pul uzadı gedir, payok gedir. Veşnə. Yəqin indi ağlına mildən fikir gəlir. Görəsən bunlar necə dolandılar? Deyim. Qızın qardaşı. Həzm eləyəcəksən.
həqiqətləri eşitməyə hazırsan. O qızla danışır. Qorxdun ki, adıma ləkə düşər. Yenə özünü düşündün. Hə? Deyəcəm qız niyə bununla evlənib? Anam pensiyası ilə dolanırıq. Prosta şey söhbətdir də. Ailələr verib. Bəlkə də sənin düşündüyünü eləyərdim. Amma onlardan o pulu götürməzdim. Bu da mənim seçimimdir. Əcləf adamsan. Görsən nə gedərdim müharibəyə. Dedim nə deyəcək? Yo, mən gözləyirdim. Gidib orada ölərdim. Gedərdim ki, müharibəyə orada ölərdim. Qızım da olardı şəhid qızım. Gözün aydın. Aynura sınıf yoldaşım. Katil kızı deyir. Ben şehit kızı kimi büyüdüm. Bu kızım. Kızım katil kız oldu. Qaqaş izin mən öldürməmişəm. Niye? Sana Niye? Cevap verdin niye? Dostlarıma göre. sizə belə bir şey deyim. Onu gözləyirdim dedim. Sən niyə gözləyirdin? Yadındadırsa o qaqaşın bir dənə anası var idi. Öyle göstərilirdi ki, bizə gecə gəlir falan filan söhbətləri. Nə çıxdı axırda? Amil bir an yoxa çıxdı. Işınlandım. Özüm heç bir şey vurmadan video başladı. Aç kişi. Burada yatmısan? Ha, gece idi dayı eve getmədim. Dur gedirik. Ha, neyini sana? Dur gedirik deyirəm. Gözlərinlə don baldı baxırsan. Ged əlcübəsi vur gedək.
Gedin söhə gələrsiniz. Qalib, nədən orada mənim dənə çay versin? Tez elə. Çayı ver, get məktəbə. Getməyəcəm. Niyə? Xeyirdir. Gör neçə gündür getmirsən. Evdən çıxmaq istəmirəm. Oğlum, sən get ki, mən də atanla danışa bilim. Sənin yanında danışmaq istəmirəm. Nə də yəni Sən də çıx mənə edim. demirsən. Demirsən demə. Çayı ver, düz məktəbə. Leyla tez elə geçirik. Gəlirəm. Gəlir. Ata gələndə qapını açmazsan, yaxşı? Neyim, qoyum qalsın bayırda. Mənə xəbər edərsən. Yaxşı, narahat olma bala. Narahatam deyə deyirəm. Mən hazır. Qızım, bunu da götürərsən. Amma istəmirəm. Niyə istəmirsən? Yeyərsən. Birdən bir şey alaram deməsin. Niyə pul xərcləyirsən ki, qoyuram. Mən istəmirəm deyib basacaq. Ay qız, bir yerine qoyuram ki, iyi bassın. Tez elə, tez elə. Basır ev vardı, iyi basır. Sağ ol balam. Düzdür. Sağ ol. Ağıllı olun. Allah amanında. Ya əvvəllər 50 qəpiyə falan girdik biz bulku falan da. O da düzdür bahaydı o vaxta görə. İndi 2 manat nə qədər pul xərcləməlisən ki, bəlkə bir şey olsun. Bəlkə 1 manat da nə bilim. Yəni dadlı bir şey mənasında. Gözləyirəm. Makleri çağırır, evi satacaq. Bu gün içində həll etməlidir. Kimlə danışırsan? Maklerlə. Evi satırsan? Razı deyiləm. Razı oldun olmadın, başqa çarəmiz yoxdur. Mən başa düşə bilmirəm. Niyə polisə getmirsən? Dərbəli zatdır. İstəyirsən mən gedim. Yaxşı nə Salə. Harda qalacaq? Mən yer taparam. İstəmirəm. Getdik polisə. Bəlkə qalbısa da. Evi satın Onu deyirəm. Bu qədər rahatdır da illərlə yaşadığımız evi satmaq. Hə. Rahatdır. Çox rahatdır. Başa düşürsən, məni oğlumla hədələyirlər. Mən cəhənnəm. Oğlunuza bir şey olsa, dözəcəksən? Ged evi sərgiyə sal. Makleri gəlir. Orada bir kredit zat yəqin gətirməyə bilmirdim. Valla sizdə kəlmə zat, sözün dalında durmaq. Belə şey yoxdur da, hə? Nə olar? 2 gündə vaxt verin mənə. Allah'ın da olsun bugünə demişlər prostu. Ya, məsələn sən mənə, hə? Torpağı satmaq ondan xəbərim yoxdur, elə bilsən. Nə torpaq, kim deyib bunu? Ha, nə fərqi var? Qalib, keç balam içəri. Ha, mənə bax. Keç içəri. Kazım. Deyir verəcək də 2 günə. Oo. Get pulu gətir, gözləyirəm. Sən öz vermişəm, nə deyəsən? Burnu ara gəldi, soxursan. Uşağa baxır axı. Mənə nəyi necə eləmək lazımdır, onu öyrədəcəksən, hə? Düzdür də. Səninlə sonra danışacağıq. Maraqlı söhbət. Aha, bu buna dərdini desə nə olar? Qırğın çıxar. Yaxşı da şey. Sən nə, mən oğlum? Otur da aşağıya dursan, sən soruşma axı. Güya bilmirsən? Növbə çək. Gəlib onun dostundan soruşarsan. Neyini bu qatıq yenə?
Dedim də gedib onu ondan soruşarsan. Fərid Sabir orada 9-cu siniflər döyür. Sabir şimdi olur. Eşitdin hə? Qudurmusan sən? Elə bilsən o məktəbin yəsi yoxdur? Tez elə üzr istə. Nə baxırsan aşağı? Nə varsan aç, ha, nə yersən? Gedin uşaqlar, gedin. Fuad sən yuxarı çıx, sən düz ged, yaxşı? Hara göndərsən? İşi mənə qurtarmayıb onlarla. Gücün uşaqlara çatır. Uşaqlara çatır demək söhbətləri düşüb mən də həll edirəm. Sən kimsən, söhbət həll edirsən, tembol uşaqlarla? Belə lazım gələr, böyüklərlə də həll edirəm. İndi sənin dalında bir iki nəfər var deyə, elə bilirsən, məktəbdə rahat vəziyyət qurasan özünə. Hə, quraram. Sən nə tez işdir elə? Nə deyirsən sən? Ay yazıq, deyirəm ki, qıraqdan gülməli görsənəsən, özünə fikir ver. Mənəm gülməli görsənəm. Bütün məktəb Leylanın videosu... Sən bax, eşitirəm məni. Ola, sən nə? Bir de dost dediler ya bunlar. Yani mikrorayon başlayanda dost dediler. Ülvini görüb eləmirsən. Məndən aqromlu salamlar çatdırarsan ona. Denən bir-iki dənə işi var, həll edeyim, görüşəcəyik inşallah. Oldu, brat. Sağ ol. Sağ ol. Sən bir də başından yaşa danışsan məndən incimə. Nə oldu, nə eləmirsən? Hala heç nə bir balaca ikə başlıq eləyib. Kazım, məncə arvadın yanında əlini, uşağın yanında atan vurmazlar. Ha, dilin uzayıb sən. Azik'in yanında deyir ki şey etdi. Çünki Yani fazla Azik bunun səndən meselesi. Niyə yola getmişsiniz? Özün də görsən ki, qanı qaynayıb sənə dünəndən. Nə bileyim. Götür. Götür də. Bir-iki gün dincəl özünə gəl. Neçdən saydı? Baxacağım. Nə bileyim. Sənə dünəndən. Niyə yola Ha, getmişsiniz? əvvəldən sayırdı. Dünəndən. Nə bileyim. Götür. 700'e yaxın var. Götür də. Bir-iki gün dincəl özünə gəl. Dilini ona buna satır, ver də cavabını adil. Ya o büyüdü axı. Gelmir. Yox, baxdım, yaxşıdır. Üstör, hə. Sən demə, mənə qiymətdir, hə? 2 dənə klientim var, nə yaxşı qəşə. Gətirin, baxsınlar. Qiymət belə indi 5 aşağı, 5 yuxarı satarıq. Yox, dedim, bir sözlə də. Sənə düzün deyəcəm. Yəni burada mən soruşdum. Dedilər, belə evlər 110-120 min qiymətindədir. Yox, mən o qiymətə satmıram. Sadəcə ümumiyyətlə deyirəm. 100 minə verərəm. Yox, 100 min nə də ala? 100 min ev var. Yox, kim gəldi? Kim sənə deyib ki, burada 100 min ev var? Yaxşı neçəyədir? Uzağı 70. 70? Hə, 70 min. Elə real qiyməti var. Yaxşıdır, sən Allah yaxşıdır. Yox, bir 35 min. 65 deyəcəkdim, mən ağzımdan çıxdı prosta. Ha kişi, mən bu evi satmalıyam. Borcu verməliyəm. Yerdə qalan pulla ev almalıyam. Ay şey, sən darıxma. Evi sat, evdən çox ev var. Ev taparıq sənsin. Nə var burada bir yəni? Bir real qiyməti bu deyə. Mən sən ondan artıq nə deyim? Elə mən daha... Sən nə qansız adamsın? Müsalə. İnsan deyilsən? Öyle şeytan. Müsalə keç içəri. Hara keçirəm? Rədd elə getsin. Bundan olsa 10 minə satacaq evi. Sen bir sözle gereği ne inirdi? Sən keç içəri. Ay qardaş, satmırıq ev. Xoş getdin. Satmırsan satma da gözümüz aydın o. Sana ben bir tane söz diyeyim. Sen birinci söz... Eşitmirsən məni? Çıx get də. Sen birinci sözü arvadına keçir. Ondan sonra mənə çalış. Ay qardaş, çıx evindən. Çıx ev. Yaxşı yox. Öyle bir yalvarmışam bunlara. Ben 75 bine uzadım. Yani bana getirmişsen baksınlar. Sağ salamat. Hələ də deyir. Bunu görmürsən? Daha yaxşı oynayıb bu arada. Sən məni saymırsan. Yox, Yox, boynuma al ki, sən məni saymırsan. Sən məni adam yerinə, kişi yerinə qoymursan. Yox, get döy kişini.
Gərək deməzdik ki, təcil evi satırıq. İdris. Söz deyirəm. Aha. Yanında söz deyirəm. Ha, get dayı. Pul vereceğim lan. Xiyarlar. Aa, şeyleri attı. İdris'in qorxudan altına sısmağına bax bir dənə. Adil getdi kəsmə yandan çıxacaq indi qabağına. Əlimi çək. Ya söz deyirəm. Əlimi çək. Allah ki, sən vuracam buradan. Vurana bax bir dənə. Söz deyirəm. 3 məhlədi qasır. Vurmaq səni sakitləşdirəcəksə vur. Dur qoyasan da. Başını vuramay vurursan divara. Vur da. Ha burada kişi görsən. Niyə elədin, nə? O mənim atam deyil. Nə eləmişdi sənə? Mən istəməzdim belə. Nə istəməzdim, hə? Bir düşməvi vurdun, nə sən? Mən o gözümün qabağına necə silim, hə? Sən nənəm. Cavab ver də. Cavab ver də, cavab ver. Səndən deyirəm, cavab ver. Amma mən də adamam da. Sən adam deyilsən, sən başa düşürsən? Ha mən qorxdum. Sən nədən qorxdun, hə? Nədən qorxdun? Bilirəm səhv elədim amma qorxdum. Bilmirəm sənin gördüklərini necə silmək olar amma mən çalışaram. Düzəldim. Nəyi düzəldəsən, hə? Nəyi düzəldəsən? Mən heç onun gözünün içinə baxa bilmirəm, Sən necə baxırsan onun gözünün içinə, hə? Sən nənəm? Bilirsən bir oğlun gözünün qabağında atasının sınmağı nə deməkdir? Bağışla. Qal yağışda, nə bağışda. Qal yağışda. İncimə, əsəblərim çox yorlanıb. Sən də məni başa düşməyəndən sonra mən dərdimi kimə deyim? Tam deyirdim ki, Azər axşam çox azdı şeydə, seriyası falan. Axırlarda babat veriblər. Nə evə lazım idi? Adil qədər səhnəsi var. Gül kimi qazanırdın da. Ay Salə, mən də bunu aləm üçün elədim də. İstədim daha yaxşı olsun. Yatırım eləyib gitməyib də. Şaşdınız necə? Dediyi qiyməti eşitdin. Hələ oradan verəcəyində olacaq. Yerdə qalan qəpik quruşa nə alacaqsan? Heç fikirləşmirsən? Müvəqqəti çətinlikdir. Heç olmasa onlara zəng elə, görüş, danış, vaxt al. Azər bəy, iki yox, bir neçə gün gözləyin 11-ci bölümdə, 12-ci bölümdə bitir serial. Final veriblər. Satmazsınız əşini, özüm ölüm. Evimizi normal qiymətə sataq. Bunu eləyə bilməyəcəm. IQ. Heç zat. Zəng elə o maklerə gəlsin. Gəlsin 75 alsın. Hələ 5 də o qoyacaq. O yan bu yan eləyəcək. 70. Biraz da aşağı düşdülər 65 saat. Mən açarım. Adil gəlib. Oğlan deyib ki, gəl üzr istə atamdan. Adil gəlib. Nə işin var ya burada? Rədd ol burada. Bu gədədən uzaq ol. Keç içəri. Ata, bir dənə imkan ver. Nə imkan? Nə deyəcək o mənə, ha? Mehman əmi də icazə verin sözümü deyim nə. Mehman əmi? Bəyəm sən böyük kiçik başa düşən zibilsən ki, mənə əmi deyirsən, ha?
65'e satsa Xahiş 2000 edirəm. zat məhkəməyə versələr Danışaq. qalır 63 min. Danışaq. Nə danışacağım mən səndən? Cəhənnəm ol buradan, yeri. Mehman, ne oldu? Niye kovursun uşağı? Budur uşaq. Banditdir o, bandit. Nə desəz, haqlısınız. Xahiş edirəm, imkan verin, sözümü deyim də. Ata, icazə verdim. Yaxşı, tez elə söz verdi, sonra cəhənnəm ol, get buradan. Deyirəm, nə qədər peşmanam desəm də, nə qədər haqlısınız desəm də, heç nə dəyişmir və dəyişməyəcək. Sabahın xeyir. Amma mən istəmirəm bəzi şeylər bundan sonra daha da pis olsun. Götürün bunu, nə qədər ki gec deyil, aparın borcunuzu verin. Xeyr, orada bəyəm o qədər pul var. 20 min pul var orada. Narahat olmayın, nə oğurluq deyil. Bir köbünü götürməzdim də əslində. Bir də mən verdiyimi deməzsiniz. Mehmanım, məncə bağışlamaq Yığıb. böyülüydü. 20 min. Və inanıram ki, siz mənə bağışlayarsınız. Xeyr. Belə bir söhbət eləyəcəksənsə də inanıram ki, belədir, elədir, yox. Birinci qadın qabağında danışmaq biraz pis oldu. İkincisi də ki, nə etməlisən? Ümumiyyətlə bu vəziyyətə heç düşməsin. İndi deyək ki, indi belə bir temadır. Deyirsən ki, mən onu eləməsəydim, onlar məni eləyəcəkdilər, onlar məni dözəcəkdilər. Yəni bunun bir dənə başı sal. Sifətdə çox qəşəng şübhə. Apardı qoydu süfrədən. Qırğın düşəcək. Hardan tapmısan bu qədər pulu yarım günə? Evi satmısan? Nə fərqi var? Əsas odur ki, gətirdim. Nə qədərdir? 30 min. İnanmırsa saya bilərsin. 30 min yazdı. 40 olmalıdır axı. Belə Ehtiyac yoxdur. 40 olmalı. Yox, 50 olacaq. Aldın da götür. Söhbət 20-dən başlamışdı. Əlavə lazım deyil. Demişdim axı qaytaram. Ha, çox da sözün üstündə duran adamsan axı sən. Bir də arxasında dura bilməyəcəyin sözlər vermə. Götür. 20 deyildi. Onun üstünə qoyublar da elə bir şey. İstəmirəm. Sadəcə istəyirəm ki, uşağımla... Ha, kimə lazımdır sənin uşağın? Gedə bilərsən. Davay. Sizə bir şey deyim, bu bir sınaq idi. Adil qaldı sınaqda. Görərsiniz. Pullarda şey var. Nəsə bir şey qoyub pullara. Xətt atıb, nəsə bir şey eləyib. Qruzlayardıq da qardaş. Düşür də o aşağı. Günay neçəsidir? 11-i. 11-ci bölümdə axı. Gəldim görərsin bebi, pulları tintin bebi. Bibi qurban çayını içində yemək də gətirirəm. İşmək gəlmir? Yox. Götür zəng elə də. Hə, yığaram indi. Zakir ilə ya. Zakir dayı ilə. Baxma, mən ilə tez-tez danışıram. Niyə incidirsən onu, hə? Eləmə də belə. Götür bir işin qulpundan yapış. Zakir əmin də sənə kömək eləyər. Bibi nəsə yemək deyirdin, nə? Sən elə söhbəti fırlat. Yaramaz. Kotlet yeyirsən, gətirim. Gətir də gətir, daha yeniyim. Çünki başqa yeməkləriniz var. Niyə yoxdur, gec olacaq. Kotlet var, gətirim. Yaxşı, gətir, zarafat edin. Katlı çörək. Bunun beynindən düşüb, Zakir dayı ilə danışacaq. Yo, Hikmətin otağına gedir. Yo, Zakir dayının otağı. Ay zibil, sən nə? Ay zibil.
Dedim sənə o qədər pul olmaz onun. Qapını Hikmət açdım görəcək amma. indi. Yəqin yaddan çıxıb. Keç Adillə görüş. Adil yoxdur. Adil yoxdur axı. Necə yoxdur? Qonaq otağındadır. Amma evdə heç kim yoxdur. Yəqin onda mağazaya düşüb. Yaxşı, sən keç, əllərini yum, mən də yeməyimizi gətirirəm. Ay zibi. Şübhələnib baxar bu arada. Ki baxacaq. Ups, safe up abi. Kızsın şeyler al baba. Bu tarafta da o tarafa geçti, o taraftan bu tarafa geçti. Kör oldu gözüm. Elim dizimde kaldı. Mektebe geldim. Üniversitete gelip dalaştığı sevgilisine hediye getirecek. Üzür hediyesi. Mal üçün deyən baxır oradan ki, kızı gəlsin. Kızı biabır edir, oradan baxarıq. Necəsən? Niyə gəlmisən? Sağ ol, mən də yaxşıyam. Tələbə yoldaşlarındır? Hı. Lap yaxşı. Kızın yerində olsam çırpardım. Adil, nə istəyirsən? Heç nə, zəng elədim, Çırpmaq var. gəldim. Nə Dönüb bu çırpar onu. Axşam nə edirsən? Yaxşısan sən? Həla. Sən sualıma cavab ver. Nə? Nə sualı? Suala cavab ver Axşam də, nə sef edirsən yarıb. İşim var. La bu yox. Ayıb Nə deyil. işidir öyle? Nə işin? Olar işi biti axıra salasan. Yox, olmaz. Yaxşı, tamam. Neçədə bitir bəs? Bilmirəm, yəqin 7-yə 8-ə belə. 8-dən sonra görüşə bilirik. Mən səndən başa düşə bilmirəm. Bilirəm. Adi çırpar bunu. Hə də. Sənə qarşı bəzi şeyləri səhv eləmişəm. Amma səni çox istəyirəm. Bir gün nə oldu ki, belə dəyişdin? Bilmirəm. Amma o bir gün mənim həyatımda çox şeylər dəyişəcək. Görüşək axşam. Sən birazdan tutulacaqsan, xəbərin var Qaqulya. Çalışaram. Zakir dayın Yığacam 8-də. böyük ehtimalla da 8-də tutacaqlar bunu. Qızın qabağında. Burada qızlara da biraz adamın şeyi gəlir, yazığı gəlir demək düz deyil. Yəni qızlarla da narahat olur adam şey barəsində. Ayrılır məsələn oğlandan. Bir iki günə mazgisini xarab edir də. Qıra da bilmir. Qorxurlar indi bəziləri bəzi səbəblərdən falan.
Gəlirlər indi bura. Buraya yox, o birisi evə. Sapıq dedim. Gəlin. Sağ ol. Sağ olun. Sağ olun. Sağ olun. Gəlməmişdi. Yox. Sən elimi dəyişib gedirəm məşqə. Hara gedirsən? Məşqə. Yeməyi sonra. Tələsirəm, Tələsmək zad yoxdur, keç yeməyi. İndi deyirəm, bunların atası özünü öldürməz. Tez olun, yaxşı. Tem. Yemək yeyib məşqə gələcək. Əzlaf da deyək ya da o Yavaş. Son 10 saniye. ortadakı da bu arada Rüfət. Rüfət iddiadır. Yanındakılar biri 15-20 dəfə yıxırdılar, bunlar yıxmırdı. Fərid. Sən də yaza bilmirsən, Fərid. Stop. Bugünlük bu kadar. Sabah saat 4'te ama olsun meşte. Hiç kim gecikmesin. Sağ olun. Ferit. Necəsən? Allah. Senin adını yazdırmışım. Hara? Ölkə birinciliğine. Ciddisiz mənim. Nədir qorxdun? Yox, mənimlə qorxmaq. Əksinə. Fərid qızalamalar. Çox sağ olun mənim. Özdə Talih Məmməd Tiksinməz. Möhtəşəmsiniz mənim, çox sağ olun. Söz verirəm, sizi məyus eləməyəcəm. Talih Məmmədov kimdir? Müəllimsiz, ürəksiz mənim. Çox sağ olun. Bu arada bilərək qasa gedir ki, dursa çırpacaq onu. Ha, bunu orada eləmək lazımdır, burada yox. Nə qədərdirsə hamısını özüm qaytaracağam. Yaxşı da Bahar. Bunu sənə qaytarmaq üçün demədim ki. Belə də olmaz axı. Heç nə olmaz. Nə? Bankdan kredit götürüb qoyaram yerinə. Əsas odur, Zakir bilməsin. Necə bilməsinə seyfə aparıb. Qızıllar. Vallahi mən bilsəm ki, Adil küçə həyatından yığışacaq hər şeyimi verərəm. Necə biabır eləyirik məni? Yaxşı da Baharda. Adamı danışmağıma peşman eləmə də. Sən Zakirdən heç nə gizlətmə. Hamımızın başına bu arada belə bir şeylər gələ bilər. Düzdür, bu arada Zakirdən gizlətməsi çox böyük bir səhvdir. Boşanmağa da düşər o söhbət. Qızıla da apar. Elə o idi də, o baxdığı qızıl o idi. Mən elə bildim alıb. Hamısı da danış ona. Sizə belə bir şey deyim. Reabilitasiya. Yəni düzdür, narkotika falan əsasən baxırlar orada. O tərz temaları təmizləmək üçün işlədilir reabilitasiyalar, amma seyf yox idi yerində. Açdı, seyf yox idi. Zakir bilməz. Mən o üçün demirəm. Deyirəm, bəlkə daşqın kimi onu da sıxışdırırlar, hə? Allah, bu heç mənim ağlıma gəlməmişdi. Düz deyirsən, Bahar. Zəng elə Zakirə de ki, gəlsin evə. Nə olar? Qorxuram, Ay Zübül. Mayor gələcək. Deyəcək ki, sən demisən uşağa ki, pullarımı gəlsin oğrasın şeyə. Azikə. Azik girəcək içəri. Ramoysaları alın içəriyə. Azikə bildiyin tələ. Azik, bir məsələ var, həll eləmək lazımdır. Azik'i sıxır. Kim sıxır? Azik deyəm, Adili ki sıxır. Kim sıxıb? Azik. O birisi uşağı da eləsin oldu da. O mənada deyəcəklər. Sən öyle bax, pulu gətirib gizlədəcək içəridə. Mayorun xəbəri var. Apardı sexdə gizlətməyə pulu.
Valla sən elə bilirsən bura nəzarətsizdir. Azik budur sənin aramıza saldığın dastoyun oğlan. Deyim sənə bunlara daveriyət eləmək olmaz. Nədir bu adı? Mən pul oğuramırdım. Prosto yerinə qoyurdum. Ha yox. Onda bir dəqiqə yanın. Tema bilsiz nədir? Pulu buradan götürdü, apardı, verdi şeyə hazır axşama. 30 mini ödədilər. Bu da getdi sonra oğradı Zakirdən, gəldi pulu qoydu bura. Mehmana verdiyin pulu yerinə qoyursan, sənin elədiyin səhvi düzəldir. Sən bilmirsən ki, qaraya toxunmaq olmaz. Kazım bunu elə bir çırpacaq ki. Sən bilmirsən qaraya toxunmaq olmaz. Hə? Eləmə. Sən bilmirsən qaraya toxunmaq olmaz. Hə? Qalx ayağa. Dön sən də vur da, nə olacaq? Yoxsa poxlu bir yoldasan. Qalx deyirəm. Gəl görüm. Gəl görüm deyirəm. Bak. Ne var? Qapı açıcı polis gəlsin. Niyə mənə vaxtında deməmsən? Nə bilim, Nə bilim. Axırıncı dəfə nə vaxt danışmısınız? təxminən saat 3-də 4-də. Mən də bildim polis işləyəcək. Çox narahatam. Açacağım indi gül ağzımı. Hələ açmamışam. Halaldır sənə də yəni. Gör nə deyirəm. Nömrəsindən tapıcı elə yerini. Bizimkilərdən kim var ərazidə? Göndər o gədənin çayxanasına. Az yıkında. Sonra xəbər edərsən. Deyirəm, bəlkə biz də gedək ora. Əllərim suya düşdü. Gecikirik. Səsi danışığın. Durun. Nə dayanmısınız? Durun gedək. Hazırlaşın gedək. Bu zibili mənə vaxtında xəbər edin də. Mənim günahımdır, baharlıq heç nə yoxdur. Hələ bir fəxrlə də deyirik. Elə mayoru kimi seçilib, yaxşı da seçilib. Adilə nəsə olub ki? Yox, məmurum, yox. Sən get yat. Səhərdən eşidirəm də nəsə olub. Ay uşaq, eşitmədin, sənə nə dedilər? Buyur. Gəl oğlum, gəl. Bu nə deyib, boy? Uşaq narahatdır da, niyə qışqırırsan? Mən də siz danışmayın da xanım. O boyda pulu yəni xəbər verməyib. Bütün safe deyə. Bəs eləyər. Qalx yuxarı. Qalx yuxarı. Mehmanı durub öldürəcəklər deyəsən. Bunu öldürtdürəcəklər. Niyə qazır? Özü üçün qazdırırlar da. Kim üçün qazdırırlar səncə? Ya bilmirəm, mehman teması olar olmaz. Azar axşam da yəni. Mən səni birinci dəfə görəndə dedim ki, bu uşaq doğru ilə yalanı seçə bilirsə elə bizdən biridir. Bacarmayacaqdınsa niyə qaldın? Gedərdin də dostunla. Amma mənim başqa variantım yoxdur. O qədər pul hardan tapardım? Sənə qalmışdı pul tapmaq. Dostumun atası deməyim. Onu döyəndə fikirləşərdin dostunun atasını. Ay sağ ol, doyanda fikirləşərdim, doydun. Mən bilirəm, səhv elədim. Bilməyin nəyə dəyişir? Elə bir sən mehmana kömək eləmsən, hə? Sən iki tərəfli səhv eləmirsən, həm ona həm də bizə.
Sındırdığın adamı bir daha çatmışsan. Xəbərin var? Sənin bu elədiyin bir dənə adı var. Satqınlıq. Mən sənə həmişə seçim şansı vermişəm. Bu qədər içimizdə ola, hər şey bilə-bilə, mən sənə yenə də dedim ki, gedə bilərsən. O da düzdür. Amma daha bir qədər də yox da. Bunun söhbətini demişdim bu arada ki, gedə bilərsən söhbətini Şurada. çox eləyib. Almışdı bu söhbəti. Polisdə basçı bura. Qaqaş inanmış deyəsən. Sən ged maşına. Ala bunun nəyin danışdırsan? 2 dənə at ağzına. Ged maşına. Belə hisslərlə hərəkət edirdin, əmi dediyin adamı niyə vurdun? Aman qorxdum. Kimdən qorxdun? Məndən yoxsa Kazımdan? Heç kimdən. Ben prosto dedim ki birdən mənə yalnızda saxlamazsın. Sən bilirsən ki, sən ən böyük səhv eləmisən. Görürsən, qorxunu idarə eləməyəndə nə olur? Ya satqın olursan, ya da yaltaq. Sən hamımıza qarşı satqınlıq elədin. Vurmadı ona. Vurmadı ona. Üstünü böyle bastırmadı, vurmadı. Belə. Düz elədim. Sən vurmasaydın mən öldürəcəkdim. O belliydi. Bir şey var da, niyyəti pis olmuyor. Pulu gətirib sonra qoyacaqdı yerə. Niyyəti pis olmayıb Niyyəti söhbəti. yaxşıdır, əməli səhv. Qaraya girməyin cəzası ölümdür. Bilmirəm. Bəlkə başqa yolu var idi. Yox idi, qaqaş. Yox idi. Düz deyirsən. Düz deyirsən, Murat. Qaraya girən ölməlidir. Sonra vuracaq indi onu ye. Silah var, bana baxır. Kazımı niyə? Kazımı niyə vurdu la? Bu da girib qaraya. Gece tezi ecel bizi tapacak. Biz ne yattık ki ne yuxu görək. Çalışdıq gör. Deyirsən bu da girib, ola bilər. Ona görə yapışmışdı kişiyə ki, pulu gətir gəl təzələ. Neyək, 12-yə baxaq.